Olud günləridir, əzəmətli günlərdir. Allah Teala bu günlərin feyzindən, bərəkətindən bizləri binəsib eləməsin. Pərverdigar aləm, qapı Babəl Həvaiz qapısıdır. Qapıda bizləri əli boş yola salmasın inşallah. Allah'a an verə onun izzət-i cəlalinə, Pərverdigar aləm. Bu qapıya gələn hacı qardaşlarımızın nə hacətləri var, nə istəkləri var. Allah Teala bərabərdə xeyr eləsin inşallah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ar-Rahmanu allamel Kur'an. Khalaqal insana allamehul bayan. Eş-şemsu والنجم والشجر يسجدان والسماء رفعها ووضع الميزان الله تطغوا في الميزان وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان والأرض وضعها للأنام فيها فاكهة والنخل ذات الأكمام والحمد ذو العصف والريحان فبأي آلاء ربكما تكذبان خلق الإنسان من صلصال كالفخار وخلق الجن من مارج من نار فبأي آلاء ربكما تكذبان رب المشرقين ورب المغربين فبأي
ربكما تكذبان مرج البحرين يلتقيان بينهما برزخ لا يبغيان فبأي آلاء ربكما تكذبان يخرج منهما اللؤلؤ والمرجان فبأي آلاء ربكما تكذبان كل من عليها فان كل من عليها فان كل من عليها فان هو يبقى وجه ربك ذو الجلال والإكرام كل من عليها فان كل من عليها فان ويبقى وجه ربك ذو الجلال والإكرام كل من عليها فان ويبقى وجه ربك ذو الجلال والإكرام فبأي آلاء ربكما تكذبان الله أكبر بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر الله أكبر بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر صدق الله العلي العظيم اللهم صل وسلم
وزيد وبارك على رسول الله على رسول الله وآله صلوات ديالي الله أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah'ın rahmeti, bereketi siz aziz mümin ve mümine bazı kardeşlerimizin üzerine olsun inşallah. Allah Teala bu mübarek günleri bizim için mübarek karar versin inşallah. Allah bu meclisin feyzinden, nuraniyetinden hamımızı bir nasip eləməsin inşallah. Əziz və değerli müminler, İmam Hüseyin Aleyhisselam, Hazreti Əbəlfəz, İmam Zeynal Abidin Aleyhisselam'ın mevlid günləridir. Allah Teala dünya ve ahirette bizleri bu şəxsiyyətlərdən ayrı salmasın inşallah. Allah'a hamd elə onun izzət-i cəlalinə, Pərverdigar-ı aləm, onların o nurundan, o güzel cilveli nurundan kalbimizi, evimizi, eşiğimizi, ailemizi münevver eləsin. O niyyətə də Muhammed və Ali Muhammed'e bir uzalı salavat deyin inşallah. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Güzel meclis, Ali meclisdir inşallah. Allah Teala o meclisin inşallah aliliğinden bizleri bəhrəmənd eləsin. Üstadlarımızla bahəm, kardeşlerimizle bahəm. Allah Teala İmam Hüseyin Aleyhisselam'ın hürmeti izzetine xatir zamanet sahibi Hazreti Hüccət ibn Hasan İmam-ı Zaman Aleyhisselam'ın gəlişiyle kalbimizi sevindirsin. Meclisimiz inşallah alimlerle İnşallah ki münevver olacaq, onların gözəl mucizeleriyle, söhbətleriyle bir inşallah danışacaqlar, bəhrəmənd olarıq. İlk növbədə inşallah mən təbrik edim, sözü Hacı Gülağa kardeşimize verirəm. Allah onu hifz eləsin, Allah inşallah onu yerin göğün belasından korusun. Bəli. Ondan sonra inşallah diğer kardeşlerimize söz verərik. Allah sizi korusun inşallah. Hacının selametliğinden öter, ölenlerin ruhları şad olsun. Muhammed, Ali Muhammed'e selavat diye. Allahümme salli ala Muhammed. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala hayri halkına nebiyyina Muhammed ve alihi tayyibin tahirin. Bu güzel mövludlar münasibətilə hər birinizi təbrik edirəm. Bilirik, cənnət cavanların ağası İmam Hüseyin Aleyhisselamın və Zeynul Abidin ibadət edənlərin zinəti, hər kəsdən çox səzdə edən İmam Səccadın və Babul Həvaic Əbəlfəzl ağanın üçünün bir yerdə mövlud gecəsidir. Allah Teala bunu hər birimizə xeyirli, bərəkətli etsin. Onlar bir nurdur. Allah'ın yer üzerine gönderip insanları hidayet etmek için gönderdiği ilahi Allah'ın nurudur. Allah mübarek kitabında buyurur, Allah yerin ve göğün nurudur. Bu Əhl-i Beyt de Allah'ın yer üzerindeki Allah'ın nurun insanlara saçan vasitelerdir. Allah Teala bizleri o vasitelerden ayrı salmasın inşallah. Biri Əbəlfəzl ağa ve Hazreti İmam Zeynul Abidin Aleyhisselam ve İmam Hüseyin Aleyhisselam, bunlar her üçü Kərbala qəhrəmanlarıdır. Peygamber nesli, peygamber nəvəsi olmasının əlavə her üçü peygamber nəvəsi ve eyni zamanda Kərbala qəhrəmanlarıdır. Əbəlfəzl ağa haqqında qısa olarak bir neçə kəlmə qeyd edim. Bilir ki, Əbəlfəzl ağa dünyaya gələndə Xanım Zeynəb Aleyhisselam Hazreti Ali Aleyhisselama xəbər verdi ki, sənin mübarək bir oğlun dünyaya gəlib, buna ad qoy. Hazreti Ali Aleyhisselam o körpə övladını
qucağına aldı. Bacısı soruşdu, xanım Zeynəb soruşdu, buna nə adı qoyursan? Dedi, buna adı qoyuram Abbas. Abbas sözünün mənası əslində bəzən tərcümələrdə verirlər qəzəbli mənasında. Abbas sözünün mənası ormanda, meşədə yaşayan aslanlar olur. Onlar dəstə-dəstə yaşayırlar. Bütün aslanların qorxduğu, onların içərisində olan bir aslan olur ki, ona Abbas deyirlər. Həzrət Əli əleyhissalam Əbülfəzl ağanın adını dedi, bunu adlandırıram Əl-Abbas. Çünki o, batil ona baxanda qorxacaq, düşmən ona baxanda qorxacaq, yəni haqqın siması olacaq. Və buyurdu, künyəsini də qoyuram Əbülfəzl. Əbülfəzl, yəni fəzilət atası. Tərcüməsi bizim dilə tərcümə edəndə Əbülfəzl, yəni fəzilətlər atası. Və Həzrəti Əbülfəzl ağanın bir digər ləqəbləri də var, künyələri də var. Onlar Kərbəla çölündə aldığı adlardır, Səqqadır, su paylayan, su verən, Ələmdardır, Bayraqdardır. Bir ki, Əbülfəzl Abbas dünyaya gələndən sonra Həzrət Əli əleyhissalam ona xüsusi təlimlər keçirdi. Ədəb, əxlaq, elmlə yanaşı hərb təlimlərini də keçirdi. Həzrət Əbülfəzl ağa 14 yaşında Sıffin döyüşündə ordunun bir cinahında aparırdı. Ordu Həzrəti Abbas ağanın 14 yaşında düşmənə hücum edəndə deyirdilər ki, Əli gəldi. Düşmən hamısı qaçırdı. Sonunda qıraqdan dedilər ki, bu Əli deyil, Əlinin oğlu Abbasdır. Hələ 14 yaşında öz şücaəti ilə bütün insanları heyranda qoymuşdu. Təkcə şücaətlə yox, fəsahətdə, bəlağətdə danışan zaman, nitq söyləyən zaman deyirdilər ki, Həzrəti Əli gəlib. Və eyni zamanda bilirik ki, Həzrəti Abbas Əbülfəzl ağa İmam Hüseyin əleyhissalama təkcə bir qardaş kimi yox, Seyid günorta məclisdə gözəl bir mərsi oxudu, roza dedi, kəlam dedi. Dedi, Əbülfəzl ağa elə bir şəxsdir ki, 4 məsum onun mübarək əllərindən öpüb. Həzrəti Əli əleyhissalam Əbülfəzl ağanın mübarək əllərindən öpüb. İmam Hüseyin əleyhissalam Əbülfəzl ağanın mübarək əllərindən öpüb. İmam Muhammed Baqir əleyhissalam Kərbəla çölündə idi, Əbülfəzl ağanın mübarək əllərindən öpüb. İmam Zeynul Abidin əleyhissalam Kərbəla çölündə idi, Əbülfəzl ağanın mübarək əllərindən öpüb. Bu məsumların öpdüyü əlləri Allah yolunda qurban verən bir şəxsdir. İmam Hüseyin əleyhissalam bir gün əyləşmişdi, çörək yemək istəyirdi, gördü ki, Əbülfəzl ağa oturub süfriyə əl uzatmır. Dedi, qardaşım, sən də süfriyə əl uzat. Dedi, mənə anam deyib ki, İmam Hüseyinlə bir süfrədə oturanda sən çörəyə əl uzatma. Çünki sən kəniz övladısan, o seyyidə övladıdır. Görsə, deyir, anam mənə bu cür tərbiyə edib ki, Hüseynin anası Zəhradır, sənin anan isə Ümmül Bənin Fatimədir. Baxmayaraq ki, o da dəyərli bir xanım idi, cənnət xanımlarındandır, amma xanım Fatimə Zəhra əleyhissalama necə dəyər verirdi. Və bu gecə İmam Zeynul Abidin əleyhissalam, bunda mübarək mövlududur. İmam Zeynul Abidin ibadət edənlərin zinəti deməkdir. Səccad, yəni səzdə edənlər, ən çox səzdə edən bir şəxs. İmam Səccad ağa deyirdi ki, tarixdə qeyd olunur ki, İmam Səccad ağa nə üçün ona çox səzdə edən deyilib? Biz bir iş görəndə, yaxşı bir şad xəbər eşidəndə şükür deyirik. İmam həm şükür deyirdi, həm səzdəyə gedirdi. Yaxşı bir, hər hansı bir şad xəbər və yaxud da bir bəlanın dəf olmasını eşidəndə İmam təkcə dili ilə şükür yox, alnı ilə səzdəyə gedirdi. Onun üçün İmamın mübarək ləqəbi qalmışdı Səccad, yəni çox səzdə edən. Və İmam Hüseyin əleyhissalamı da tanımayan bir şəxs yoxdur ki, cənnət cavanların ağası, Seyyidə Şəbab-ı Əhlil Cənnətdir. Və bu məclis hələ Allahın yer üzərində qurulan bir cənnət süfrəsidir. Allah Teala o süfrədən bizim payımızı əskiy etməsin. Bir daha mübarək mövludunuzu təbrik edirəm. İnşallah dəyərli ruhanilər, alimlər var. Öz gözəl sözləri ilə məclisi zinətləndirəcəklər. Dəyərli üstadımız, əziz və dəyərli qardaşımız, çox hörmət bəslədiyimiz bir insan, bir alim burada inşallah iştirak edir. Hacı Elnur qardaşımız, Xırdala məscidi, Cümə məscidinin imamı.
İnşallah öz gözəl söhbətləri ilə, mucizələri ilə məclisimizə zinət verəcək. Salaməddin ötəri Muhammed və ali Muhammedə salavat deyək. Allahümmə Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və bihi nəsta'in. İnnehu xeyru nasirin və mu'in. Mərhəməti geniş və davamlı olan Allahın adı ilə hər birinizi bu üç əzəmətli şəxsiyyətin mövludu münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək olsun inşallah. Allah bu bayramın xatirinə, bu bayramın sahiblərinin xatirinə dünya axirətimizi izzətli qərar versin. Bildiyimiz kimi dünən İmam Hüseyin əleyhissalamın, bugün Həzrəti Əbəlfəz ağanın və nəhayət sabahda İmam Səccad əleyhissalamın mövlud günləridir. Allaha həmd sənalar olsun ki, belə müqəddəs, mübarək günlərdə bizi bir yerə toplayır. Əslində bu özü Allahın bizə olan, hamımıza olan xüsusi lütfündən irəli gəlir. Fikir veririksə, bu üç mövludun mərkəzində Həzrət Əbəlfəz əleyhissalam dayanır. Ona görə də istəyərdim ki, o Həzrət haqqında məlumat verim, o Həzrət haqqında danışım və eyni zamanda nəzərə alsaq ki, Həzrət Əbəlfəz İmam Hüseyin əleyhissalamın imamətinin İmam Səccad əleyhissalama keçməsində böyük bir rolu var. Bu yolda canın fəda verib. Eyni zamanda Hacı Gülağa müəllim də fikir verirsə, Həzrət Əbəlfəz haqqında gözəl, dəyərli kəlamlar işlətdi. İstəyərdim İmam Hüseyin əleyhissalamdan bir hədis deyim, sonra sözümüzə davam eləyək. İmam Hüseyin əleyhissalam haqqında belə bir hədis var. İnnəl Hüseyin bəbun min əvvabil cənnə. İmam Hüseyin həqiqətən də cənnət qapılarından biridir. Buyurur, mən ərəfəhu və əhəbbəhu dəxələl cənnə. Kim onu tanıdısa, kim onu sevdisə, cənnətə daxil oldu. Deməli, İmam Hüseyni sevən şəxs, tanıyıb sevən şəxs cənnət əhli sayılır. Sanki insanın həyat proqramın cizgisi sayılır bu hədis. İnsanın əsas məqsədi nədir? Kimdən soruşsun ki, cənnətə daxil olmaq istəyirsən, təbii ki, bəli deyəcək. Amma bunun yolunu göstərir bu hədis. Əvvəl İmam Hüseyinlə tanışlıq və o tanışlıq insanda istər-istəməz o həzrətə qarşı, o həzrətə bir məhəbbət yaradır. Bu məhəbbət də insanı cənnətə çatdırır. Amma İmam Hüseyini tanımağın ən gözəl yollarından biri Həzrət Əbəlfəzi tanımaqdır. Əbəlfəzin şəxsiyyəti haqqında maraqlansaq, o həzrətin şəxsiyyəti ilə tanış olsaq və o əzəmətdə şəxsiyyətin nəzərə alsaq ki, öz zanın qardaşı İmam Hüseynə fəda verib, onda məlum olar ki, İmam Hüseyn kimdir? Əgər Əbəlfəzl Abbas kimi şəxsiyyət o əzəmətli vücudun İmam Hüseyn yolunda fəda veribsə, gör İmam Hüseyn əleyhissalam kimdir? Həzrət Əbəlfəz əleyhissalam haqqında məlumatlar bildiyimiz kimi az, qısa olsa da, Həzrət elə bir ömür yaşayıb ki, 14 əsrdə o Həzrət hər il zikr olunur, bundan sonra da qiyamətə qədər əzəmətlə yad olunacaq. Əbəlfəz Abbas əleyhissalamın istəyərdim həyatından Həzrətin o mübarək həyatından nümunələr çəkməklə özümüzə bir dərs götürək, ibrət götürək. Əbəlfəz əleyhissalam nəyin nümunəsi idi? Kimlər ki imanla yaşamaq istəyirlər, imanı əxlaqa, davranışa necə çevirmək olar? Həzrət Əbəlfəz bax onun nümunəsidir. İmanın necə davranışa
rəftara çevrilməsi üçün Həzrət Əbəlfəz canlı bir nümunədir. İndi insanlıq aləminin əsas problemlərindən biri nədən ibarətdir? Görsən, hamı lider olmağa çalışır, hamı birinci olmağa can atır, hamı rəhbər olmaq istəyir. Amma Həzrət Əbəlfəz öz yaşayışı ilə, həyatı ilə bizə sanki onu başa saldı. Qardaşına xüsusi hörməti ilə İmam Hüseyin əleyhissalamın bildiyimiz kimi yanında gəzərkən, hətta nəinki ondan, o həzrətdən qabağa keçsin, İmam Hüseyin əleyhissalamdan bir cərgədə belə gedməz, ondan arxada gedərdi, əxlaq nümunəsi olaraq. Bayaq Gülağa müəllim də qeyd elədi ki, İmam Hüseyin əleyhissalamdan əvvəl süfrəyə əl uzatmazdı. Belə bir əxlaq nümunəsi idi. Və bizə bu yaşayışı ilə başa salmaq istəyirdi ki, mümkündür ki, insan lider olmasın. Hər bir kəs ola bilər ki, rəhbər olmasın. Amma Allahın seçdiyi ilahi rəhbərin yanında hər kəs olmalıdır. Hər kəs, hər bir şəxsin borcudur ki, birinci olmasa belə Allahın seçdiyi birinci şəxsin, ilahi rəhbərin, ilahi liderin yanında olsun. Əbəlfəz ağanın əsas həyatı bizə bunu öyrədir. Və Quranın ayələrindən fikirləşirsən ki, hansını birini söyləyim ki, o həzrətin həyatı ilə üst-üstə düşsün. Halbuki Həzrət Əbəlfəz məsum imamlarımız əleyhimussalam kimi Quranın canlı nümunəsi idi, canlı nümunəsi idi. Yaşayışı birbaşa canlı Quran idi. Quran-ı Kərimin Allah Teala Əhzab surəsi 23-cü ayəsində buyurur: Minəl mu'mininə ricalun, möminlərdən elə kişilər var ki, sədəqu mə ahədullahi aleyh, Allaha verdikləri əhdə sadiq qaldılar. Düzdür ki, bu ayə Peyğəmbər Salavatullahın dövründəki müharibələr, orada şəhid olanlar haqqında olsa belə məzmunu genişdir. Həzrət Əbəlfəzin sanki həyatını bizə xatırladır. Həzrət Əbəlfəz öz sədaqəti ilə sona qədər qardaşı İmam Hüseyin əleyhissalama vəfadar qaldı. Allahla bağladığı əhdi, qardaşına olan bağlılığı nə ilə sübut elədi? Öz bədəni ilə, öz mübarək vücudu ilə, öz qanı ilə, nəhayət öz qalları ilə, qollarından keçməli olsa belə, Allahla bağladığı əhdə sadiq qaldı. Ona görə bugün müasir dünyamızın, İslam aləminin əsas problemlərindən biri nədir? İslam aləminin əsas problemi düşmən deyil. Ən mühüm problemlərindən biri əhdə vəfasızlıqdır, əhdə sədaqətsizlikdir. Söz verib, sözün üstündə dayanmamaq, söz verib sözündən dönməyə qaçmaq, bu müsəlmanın hal-hazırda ən böyük problemlərindəndir. İnsan bu xüsusiyyətdən, bu keyfiyyətsizlikdən nicat tapmaq istəsə, Həzrət Əbəlfəz əleyhissalam bir nümunədir. Yaxud ixlas. İxlas nədir? Quran-ı Kərimin bir ayəsindən ifadə eləmək olar ixlası. Allah Teala Həzrət Peyğəmbərə buyurur ki, Qul innə salati və nusuki və məhiyyəyə və məmati lillahi rabbil aləmin. Ya Peyğəmbər, de ki, mənim namazım da, ibadətim də, mənim bütün əməllərim, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allahdan ötürüdür, Allaha xatirdir. Təsəvvürün, bu ayə ixlası tam şəkildə əhatə edən bir ayədir. Yəni, insanın bütün yaşayışı Allaha xatir olmalıdır. Həzrət Əbəlfəz Abbas əleyhissalam bu barədə ən canlı, ən gözəl nümunədir. Fikir verirsə, o Həzrətin həyatını oxuyanda, o Həzrətin nə qədər Allaha ixlaslı bəndə olması insanı heyrətləndirir. Yeri gəlsə, Əbəlfəz Kərbəlada Aşura günü suya çatmışdı. O sudan istifadə edib daha gözəl döyüşə bilərdi. Amma Allahla bağladığı əhd və Allaha olan səmimiyyəti, ixlası
qardaşı İmam Hüseyni xatırlaması, çadırlarda olan xanımlar, susuz balaları xatırlaması Allahla arasındakı ixlası yol vermədi ki, o suyu içsin. Və sudan keçdi, şəhid oldu. Amma onun şəhadəti yalnız bədəninin şəhidliyi ilə, mübarək cənazəsinin şəhidliyi ilə deyil. Deyir, hələ şəhid olmamışdan qabaq nəfsini İmam Hüseynə şəhid eləmişdi. Fikir versə, biz adətən haramların arasında seçim aparırıq ki, görəsən bu haramını eləyim ya eləməyim. Əsas problemlərimiz də bugünkü problemlərimiz də filan günahı görəsən eləyim ya eləməyim. Biz hələ haram barəsində tərəddüdə düşürüksə ki, görəsən bundan necə çəkinim? Həzrət Əbəlfəz halal olan neymətdən qardaşına olan bağlılığına, Allaha olan ixlasına görə Allahın halal neyməti olan sudan belə keçməyi məharətlə bacardı. Və sual yaranır ki, görəsən necə olur ki, məsum olmadığı halda Həzrət Əbəlfəz bu qədər məhşur oldu, bu qədər tanındı, insanlar tərəfindən sevilir, bu qədər uca məqam sahibidir. Bu sualın cavabı İmam Səccad əleyhissalamın, ki, xüsusən də sabah mövludu Həzrətin, istəyərdim onunla cavab verim. Həzrət İmam Səccad əleyhissalam buyurur ki, Rahiməllah ammiyəl Abbas, Allah mənim əmim Abbasa rəhmət eləsin. Niyə? Buyurur, fələqəd əthərə və əblə və əhdə və fədə əxahu binəfsi. Allah əmim Abbasa rəhmət eləsin, ona görə ki, o öz canını, İmam Hüseyni özündən üstün tutdu və özünü, nəfsini İmam Hüseyn barədə sınağa çəkdi, özünü, canını qardaşı Hüseynə fəda verdi. Yaxud görsən, başqa bir hədisdə Həzrət Əbəlfəz haqqında elə kəlam işlənir ki, fikir versə, cəmiyyətin ümumiyyətlə ən üstün şəxsiyyətləri kimlərdir? Canın Allah yolunda fəda verən şəhidlər. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizi Kərbəla şəhidlərinə qovuştursun. Onlar niyə görə cəmiyyətin birincisi sayılır? Çünki öz canları xalqın yolunda, vətən yolunda, Allah yolunda fəda verməyə bacarırlar. Necə ki, bir yerdə can fəda verməyə lazım olanda ilk öncə həmin o seçilmiş şəxsiyyətlər qabağa gəlirlər və şəhid olurlar. Qiyamətin günündə də o şəhidlər cəmiyyətin öncülləri sayılacaqlar. Təsəvvürün, cəmiyyətin ən öndə gedən şəxsiyyətləri, şəhidləri qiyamət günü Həzrət Əbəlfəzə qibtə eləyəcəklər. Cəmiyyətin ən seçilmişləri üçün qibtə meyarıdır Həzrət Əbəlfəz. Ona görə deyir, qiyamətin günündə hədisdə İmam Səccad əleyhissalamdandır ki, buyurur, Abbasın Allah dərgahında elə bir məqamı var ki, bütün şəhidlər qiyamətin günündə o həzrətə qibtə eləyərlər. Həzrət Əbəlfəz bugünkü cəmiyyətə mesajı nədir görəsən? Bizə necə dərs modeli ola bilər, bizə necə nümunə ola bilər, necə o həzrətdən biz nümunə götürüb özümüzü islah eləyə bilər, hansı mövzularda bizə öndər ola bilər, nümunə ola bilər, bir model ola bilər. Birincisi, o həzrətin həyatı bizə başa salır ki, insan gərək şöhrət dalıcan getməsin. Birinci olmağa çalışmaq yox, Allah tərəfindən seçilmiş birincinin yanında olmaq, sabit qalmaq şərtdir. İkincisi dərsi budur ki, haqq imamı, haqq ilahi rəhbəri bir an belə tək qoyma olmaz. Üçüncüsü budur ki, insan öz verdiyi sözə sonacan sədaqətlə sadiq qalmalıdır. Verdiyi əhdə vəfadar olmalıdır. Dördüncüsü, təkcə güclü yox, eyni zamanda insan gərək mərhəmətli olsun. Gücün olduğun halda mərhəmətli olmalısan. Və güclü olmaq yalnız qolun gücü deyil, insanın öz nəfsin idarə eləməsidir. Və nəhayət, ən çətin anda belə öz ilahi dövrün, ilahi rəhbər yolunda canını fəda verməyə hazır olmalısan.
Həzrəti İmam Səccad əleyhissalam, bunu da deyim, inşallah sözümü tamamlayayım. Buyurur ki, Kənə ammiyəl Abbas nəfidəl bəsirə sulbəl iman. Əmim Abbas dərin bəsirətli idi, dərin bəsirət sahibi idi və möhkəm iman sahibi idi. Bəsirət nəyə deyilir? Bəsirət ona deyilir ki, insan hadisələri zahirinə görə yox, Allaha görə oxumağı bacarsın. Yəni hadisəyə Allahın baxdığı səmtdən, istiqamətdən baxmağı bacarırsansa, sən bəsirət sahibisən. Ki bunun üçün də Həzrət Əbəlfəz bizlərə böyük bir nümunədir. Hadisələri Allahın istədiyi, Allahın seçdiyi, Allahın məsləhət bildiyi, Allahın rəva bildiyi tərəfdən qiymətləndirməyə bacarırdı. Ona görə Həzrət Əbəlfəz Abbas əleyhissalam bəsirətli, dərin bəsirətli, yəni hadisəni düzgün oxumağı bacaran istedadın sahibi adlanırdı. Əgər bəsirət yoxdursa, çünki insana onun ibadəti də fayda verməz. Allaha and verir İzzət Cəlalı xatirinə Həzrət Əbəlfəzi dünya həyatı üçün özünə nümunə seçən şəxslərdən bizləri də qərar versin inşallah. Və o həzrəti öz həyatında nümunə seçməklə Peyğəmbər Əhl-i-Beyt əleyhimussalamın rəğbətini qazananlardan və ilahi rizayətə nail olanlardan eləsin. Bir daha bayramınız mübarək, bu niyyətə salavat zikirləyək. Ustadımızın inşallah selametliğine ötəri Muhammed ve Ali Muhammed'a salavat diye inşallah. Allahümme salli ala Muhammed. Öz güzel sesiyle inşallah məclislərimizə rövnəq verən mövlüdlərdə, toylarda, dini toylarda gözəl səsi ilə insanların qəlbinə inşallah oxşayan əziz və dəyərli qardaşımız Ustad Kərbəlayı Əskər. İnşallah onun da gözəl səsindən istifadə eləyək, onun da salamətliyinə ötəri Muhammed Ali Muhammed'ə salavat deyək inşallah. Allah. Ya Allah, mübarək, bərəkətli Peyğəmbər ayında, Şaban ayında gözəl mövlud günlərini yaşayırıq sizdir, bizdir. Başda İmam Zaman Ağa olmaqla bütün dünya müsəlmanlarını, siz əzizlərimi inşallah cənnət cavanlarının ağası İmam Hüseyin əleyhissalamın, balası İmam Səccad ağanın, Kərbəla ələmdarı, Babəl Havaic, Əbəlfəzl ağanın mübarək mövlud günləri münasibəti ilə təbrik edirəm inşallah. Bayramımız mübarək olsun. Bu niyyətə bir Peyğəmbər bəyənən salavat zikr edək. Allah. İlahi xilqət-i dünyada himmət eyləmisən. İlahi xilqət-i dünyada himmət eyləmisən. Yeri, göyü, yəd-i qüdrət ilə sənət eyləmisən. Nicum-i ayı günü əflakə zinət eyləmisən. Əgərçi kun fəyəkuna işarət eyləmisən. Hüseyni xəlq eləməkdə qiyamət eyləmisən. Yaratmışsan o zamandan ki cümlə afaqi, yaratmışsan o zamandan ki cümlə afaqi, kimin mərizlərə xatir şifadı toprağı, kimin fələklərə meyrac edibdi qundağı. Pərverdigara aləm Hüseyni üçün özün əvvəl ziyarət eyləmisən. Hüseyni xəlq eləməkdə qiyamət eyləmisən. Allah. İndi inşallah səsimi qoşarsan mənim səsimə, bir yerdə inşallah ağanın adını zikr edərik. Hüseyn, Hüseyn, canım Hüseyn, 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 canım Hüseyn, eşqinə qurbanım Hüseyn, əhdinə mərdanə Hüseyn, eşqinə qurbanım Hüseyn, əhdinə mərdanə. De görüm, Hüseyn, Hüseyn, canım Hüseyn, de dilinə qurban. Hüseyn, Hüseyn, canım Hüseyn,
eşkine kurbanım sen, əhdinə mərdanə Hüseyn. Eşkine kurbanım sen, əhdinə merdana Hüseyin. Ali Əbanın cigəri Hüseyin, kan vilayət əsəri Hüseyin. Maşallah. Ali Əbanın cigəri Hüseyin, kan vilayət əsəri Hüseyin. Eşki xudanın bədəli Fatimə nişanı Hüseyin. Hüseyin, Hüseyin, canım Hüseyin. Hüseyin, Hüseyin, canım Hüseyin. Eşkine kurbanım sen, əhdinə merdana Hüseyin. Eşkine kurbanım sen, əhdinə merdana Hüseyin. Alemi tutmuş bu səsim Hüseyin. Hüseyin, Hüseyin, can nəfəsim Hüseyin. Fürsəti ver şərh eləyim Hüseyin. Namına bir namə yazım, qafili bir kəs fəqirəm, fanidə gücsüz səğirəm, aciz olan nökərinəm, almanı kərvanə Hüseyin. Hüseyin, Hüseyin, canım Hüseyin. Denən Hüseyin, Hüseyin, canım Hüseyin. Eşkine kurbanım Hüseyin, əhdinə merdana Hüseyin. Eşkine kurbanım Hüseyin, əhdinə. Kərbəlada olsan nə cür deyərsən? Hüseyin, Hüseyin, canım Hüseyin. Hüseyin, Hüseyin, canım Hüseyin. Eşkine kurbanım Hüseyin, əhdinə merdana Hüseyin. Eşkine kurbanım Hüseyin, əhdinə. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. Ya bundan da uca denən, hə? Ya Əbəlfəz, ələmdar. Səsivə qurban. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. Bir də deyin. Ya bayramımız mübarək olsun. Ya Əbəlfəz, ələmdar. Qulaq as. Qeyrətliyə qeyrətsiz olanlar çəkər əsrət. Yaxşı, nədir qeyrət? Görəsən hardadır qeyrət? Qeyrət əgər alsaydı bir insan kimi surət, aya bu ki qeyrətli ələmdardı deyərdiz. İnsan necə gör, insana bənzərdi deyərdiz. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. Ya sol tərəfin səsi nəsə zəif gəlir. Bir də deyilən. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. Tarix onu tərif eləyib öz kitabında, alimlərimiz qeyd eləyib 100 kitabında. İznim əgər olsaydı mənim söz kitabında, Allaha ağır getməsə bir kəlmə pozardım. Qeyrət sözünə xət çəkib Əbbası yazardım. Denən. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. Beynül hərəmeyndə deyəsən inşallah. Tələsmə. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. İstəyirəm bundan uca deyəsən. Ya Əbəlfəz. Hər yerdə sən ağanın uca denən. Ya Əbəlfəz, ələmdar Əbəlfəz. Bir də denən. Ya Əbəlfəz, ələmdar. Güllər açdı çəməndə, nərgiz gül yasəməndə, sən dünyaya gələndə, ya İmam-ı Səccad. Güllər açdı çəməndə,
Nərgiz gül ya səməndə, sən dünyaya gələndə, ya İmam-ı Səccad, ya İmam-ı Səccad, mövludun mübarək, ya İmam-ı Səccad, mövludun mübarək. Denən, ya İmam-ı Səccad, mövludun mübarək, ya mövludun mübarək. Göylər nura qərq oldu, yerlər sevinclə doldu, sən dünyaya gələndə, ya İmam-ı Səccad. Göylər nura qərq oldu, yerlər sevinclə doldu, sən dünyaya gələndə, ya İmam-ı Səccad, ya İmam-ı Səccad, mövludun mübarək, ya İmam-ı Səccad. Bir də denən, ya mövludun mübarək. Bunlar hamısı bir yana, mənim sənə bayramlı hədiyyəm. Bu 5 misradan ibarət bir bənd olacaq. Hüseyn aydan da nurani, günəşdən də mücəlladin. Onu əziz qardaşlarım üçün oxumuşam, bilirlər. İnşallah qoy sizlərin də xidmətinə çatdırım. Hüseyn aydan da nurani, günəşdən də mücəlladi, yəni parlaqdır. Hüseyn güldən mütərradi, yəni ətirlidir. Hüseyn dürdən müsəffadi, yəni parıltılıdır, qızıldan da parıltılıdır. Hüseyn nə üçün mübərradi, Hüseyn nə üçün müəlladi. Hüseyn nə üçün müəlladır? Hüseyn niyə bu qədər yüksəkdir, əl çatmazdır? Hüseyn niyə bu qədər Allahın yanında izzəti var, hörməti var? Bax bu 3 dənə misranın cavabı, bütün suallara cavab bir dənə bu misrada alacaq inşallah. Bir dənə də məhəbbət elə. Hüseyn aydan da nuranim, günəşdən də mücəlladi. Hüseyn güldən mütərradi, Hüseyn dürdən müsəffadi. Hüseyn nə üçün mübərradi, Hüseyn nə üçün müəlladi, Hüseyn nə üçün mübərradi, Hüseyn nə üçün müəlladi. Ona üçün süd verən madər, xanımlar Şahı Zəhradır. Salli aleyhi. Ona üçün süd verən madər, xanımlar Şahı Zəhradır. Hüseyn dəryayı təqvadır, Hüseyn qeyrətli Mevladır. Ağanın pak ruhuna salavat. Allah. Bayramımız mübarək olsun. Allah'ın ve onun izzeti celaline, Perverdigar-ı alem, bu məscidə Allah evində nənu ilə xidmət göstərirlər. Çay paylayırlar, təmizləyirlər, təmizlik yaparırlar, maddi, mənəvi ehsanatlar edirlər. Allah yolunda, Allah Teala ali dərəcədə qəbul eləsin. Allah Teala mallarına, canlarına, övladlarına bərəkət versin inşallah. Biz özümüzün salamətliyimizdən ötəri, övladlarımızın, balalarımızın, əzizlərimizin, millətimizin, vətənimizin salamətliyinə ötəri, ölənlərimizin ruhları şad olsun, salavat deyin inşallah. Allahümmə salli ala Muhammed və ali Muhammed. Aylar içrə mah-ı Şəban ba şərafətdir Hüseyn. Şərafətli aydır Şəban ayı. Aylar içrə mah-ı Şəban ba şərafətdir Hüseyn. Çün Sən'an oğlu və mah-ı vilayətdir Hüseyn. 6 aylıqda yetişdin Kamilə Yəhya kimi. Həzrəti Yəhya 6 aylıqda dünyaya gəlir. İmam Hüseyn əleyhissalam.
6 aylıqda yetişdin kamilə Yahya kimi. Hüseyn, cilvələndirdin cəhani Hazreti Musa kimi. Hüseyn, vardı Məryəm tək sənin üçün növkərin İsa kimi. İzzətinlə əhl-i aləm dərs-i heyrətdir Hüseyn. Ruhun şad olsun Müncəvi. Çox gözəl şeirləri var. Ərdəbildəndir, Azərbaycan şairidir. Allah ruhun şad eləsin, cavan dünyasını dəyişir. Gör nə deyir? Kafi haya, əyn-i sadə, haqq yazıb məna səni. Quran oxuyanlar yaxşı bilərlər. Məryəm surəsinin ilk ayəsi nədir? Kaf, ha, ya, əyn, sad. Bunu izah edirlər. Kaf Kərbəla, ye Yezid, ha Hüseyn, nə qaldı? Ayn Ətşan, sad Səb. Kafı ha ya ayn sadə, haqq yazıb məna səni. Çox sevərdi həl əta Yasin ilən taha səni. Cani tək ağuşa basardı Hazreti Zəhra səni. İzzətinlə əhl-i aləm dərs-i heyrətdir Hüseyn. Ya Hüseyn, bu ayda çox lütf eyləyib yekta sənə. Ya Hüseyn, Allah səni nə qədər çox istədi. Bax gör nə gözəl bəyan edir. Deyir Allah səni nə qədər çox istədi ki, sənin də çox istədiyin qardaşını elə səninlə bir ayda gətirdi dünyaya. Kimidir? Ya Hüseyn, bu ayda çox lütf eyləyib yekta sənə. Bir gözəl istəhli qardaş eyləyib ehda sənə. Hansı Mevladır, həm ələmdar oldu, həm səqqa sənə. Qardaşa bir böylə qardaş, fəxr-i izzətdir Hüseyn. İmam Hüseynə xəbər verdilər. Hüseyn, qardaşın dünyaya gəlir. Deyir Allah, Allah, nə ola bir qol-i bixarim ola. Bir şərafətli ağam, yar vəfadarım ola. Ay gözəl Allahım, İmam Hüseyn deyir, indidən nəzr edirəm, olsa ələmdarım ola. Salavat deyəm. Allahümmə səllə alə Muhammed və ali Muhammed. Hazreti Əbəlfəz ağamızın aşiqidir bizim hörmətli qazimiz. Çox nəzirlər verib, həqiqətən də. Çox ehsanatlar verib Həzrət Əbəlfəz, bunu mən şahidi olmuşam. Deməsəm, boynumda haqqı var. Yəni, həqiqətən də Həzrət Əbəlfəzə xüsusi, məxsusi eşqi var. Allah onun vücudunu bir bəla eləsin inşallah. Elə sözü verək, dəyərli üstadımız, alimimiz inşallah, hörmətli qazimiz Hacı Rauf qardaşımıza, onun da səlamətliyinə ötəri, ölənlərin ruhları şad olsun, ailəsinin, balalarının səlamətliyinə ötəri Muhammed və Ali Muhammedə səlavat deyə inşallah. Allahümmə səllə alə Muhammed və Ali Muhammed. Ya Allah, Ya Rahman, Ya Rahim, Ya Muğallibəl qulub, səbbit qalbi ələ dinik, yüəccil fərəcə. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve yut'imuna ta'ama ala hubbihi miskinen ve yetimen ve asira. İnnemâ nut'imukum li vechillah la turid minkum cezaan ve la şükura. Sadakallahul aliyyul azim. İnnel Hüseyne misbahul huda ve sefinetul necah. Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun inşallah. Bağışlayan və rəhm edən Allah'ın adıyla bu gözəl ayımız, Şaban ayımız hər birimizə mübarək olsun. Bu gözəl mövludlar, İmam Hüseyn əleyhissalam, Əbəlfəz ağa, İmam Zeynəl Abidin əleyhissalamın mövludları hər birimizə mübarək olsun.
Qarşıdan gələn Cənab-ı Əli Əkbər mövludu hər birimizə mübarək olsun. Qarşıdan gələn İmam Zaman ağanın mövludu hər birimizə mübarək olsun. Xeyirli, bərəkətli olsun. Allah Teala sizin burada etdiyiniz ibadət, itaət, duaları, ziyarətləri öz dərgahında ali dərəcədə qəbul eyləsin. İmam Hüseyin əleyhissalam haqqında danışmaq, Əbəlfəz ağa haqqında danışmaq, İmam Zeynəlabdin əleyhissalam haqqında danışmaq, ümumiyyətlə bu dahi şəxslər haqqında danışmaq o qədər şərəflidir ki, o qədər gözəldir ki, o qədər möhtəşəmdir, amma çox çətindir. Çətindən də çətindir. Çünki bunlar elə bir məqam sahibidirlər, elə bir dərəcə sahibidirlər ki, bunları Allah Qur'an-ı Kərimdə tərif edir, bunları Peyğəmbərlər tərif edir, əyimmələr, imamlar, böyük din alimləri, din böyükləri bunları tərif edir və bizə də düşən bugün sizdən bir qədər sizin bildiklərinizi təkrarən sizinlə bölüşməkdir. Bir hədisimiz var əyimmələrdən, buyurur ki, bizi sevənlər, bizi istəyənlər, bizim şiələrimiz, bizim tərəfdarlarımız onlardır ki, onlar bizim şad günümüzdə şadlanarlar, sevinçli günümüzdə sevinərlər, qəmli günümüzdə qəmlənərlər, kədərli günümüzdə kədərlənərlər. Bugün sevinçli bir günümüzdür. Bugün bizim şad bir günümüzdür. Bugün bizim üzlərin gülər bir günüdür. İnsanlar müxtəlifdə, bəzi insanlar görürsən ki, boşu-boşuna sevinən insan var, belə gülən insan var, qəhqəhə çəkən insan var. İnsan da var, boşu-boş şeylərə ağlayır, qəmlənir, kədərlənir. Amma bizim sevindiyimiz, bizim sevincimiz bihudə bir sevinç deyil, sıradan bir sevinç deyil, boşundan bir sevinç deyil. Bizim sevincimiz, bugünkü sevincli mövlud günlərimiz böyük bir varlıqların, dahilərin, duhaların, Allah övliyalarının, Allahın yer üzərində olan höccətlərinin mövlud günləri, doğum günləridir. Əlbəttə ki, bu günlər bizim üçün sevindirici günlərdir, xoş günlərdir, fərəhli günlərdir. İnsan var, görürsən ki, elə bihudə şeylərə sevinir, gülür, qəhqəhə çəkir. İnsan da var ki, elə şeylər üçün ağlayır, oturursan, analiz edirsən, görürsən, bunun gülməyi də, ağlamağı da, üzr istəyirəm, axmaqlıqdan başqa bir şey deyil. Amma bizim həm Əhl-i Beytin mövludunda, xüsusən İmam Hüseyin əleyhissalam, Əbəlfəz ağa, İmam Zeynəlabdin əleyhissalam, bunlar hamısı Kərbalanı, Aşuradı özündə ehtiva edən varlıqlardır. Həm orada qəmlənməyimiz, kədərlənməyimiz, göz yaşı tökməyimiz Allah rızası üçündür, Allah üçündür, bir dəyər üçündür, Allahın yer üzərində olan höccəti üçündür, imam üçündür, xəlifə üçündür, Allahın sevib seçdiyi bir bəndə üçündür. Göz yaşımız, qəmlənməyimiz, kədərlimiz ona görədir. Bugün də sevincimiz, xoşbəxtliyimiz, fərəhimiz o varlıqların dünyaya gəlməsindən ötürüdür. Bunlar sıradan bir varlıqlar deyirlər, Allahın sevib seçdiyi alimlərin dediyinə görə, Qur'anın buyurduğuna görə mənəvi bir dəyərdir, sərvətdir. Mənəvi dəyər sərvətdir. Sərvət çox şeydir. Bəzi insanlar bəzi şeylərə dəyər deyirlər, sərvət deyirlər. Ən ali dəyər, ən üstün sərvət Qur'an və Əhl-i Beyti. Peyğəmbər Rəsulü Xuda buyurub ki, mən gedirəm, özümdən sonra iki ağır əmanat qoyuram, Qur'an və mənim Əhl-i Beytim. Bugün biz Əhl-i Beytin məclisinə gəlmişik, yığışmışıq. Bugün biz bu nura yığışmışıq ki, bunlar hacətlər qapısıdır, dualar. Bu əyimmələr vasitəsilə Allah dərgahında qəbul edir. Qur'an-ı Kərimdə İnsan surəsi var. Bayaq bir hacı ilə danışırdıq, söhbət edirdik məclisdə. Möminin sifəti, möminin xüsusiyyəti, Allah Qur'an-ı Kərimdə möminin sifətinin xüsusiyyətini bizə çatdırır. Yaxşı, əsl insan kimdir? İnsanın sifəti, insan xüsusiyyəti. Allah Teala onu da İnsan surəsində bizə çatdırır. Həm mömində olan sifətlər ki, Allah Teala onu Qur'an-ı Kərimdə möminin surəsində göstərir. Həm insanla bağlı olan o dəyərləri Allah Teala Qur'an-ı Kərimdə İnsan surəsində buyurur: "Və yut'imuna ta'ama ala hubbihi miskinan və yetimən və əsira." Əyimmələr, Əhl-i Beyt, İmam Hüseyin əleyhissalam, Əbəlfəz ağa, İmam Zeynəlabdin əleyhissalam, Əli əleyhissalam, İmam Həsən əleyhissalam, xanım Zəhra salam əleyhissalam.
Bunlar bilirsiniz ki, daim insanları, xalqı, bəşəri fikirləşib düşünən insanlar olurlar. Ən bariz nümunəsi, məşhur olanı xanım Fatimə Zəhra salamlı əleyhanın gecələr etdiyi duada biz görürük ki, dua. Adam bir şey istəyəndə çox vaxt deyirsən ki, birinci özüm üçün istəyir. Bir hacət, bir istək olanda deyirsən ki, özüm üçün istəyir. İmam Həsəndən də, İmam Hüseyin salamdan da gələn hədislər göstərir ki, xanım Zəhra salamlı əleyha gecələr qalxardı, dua edərdi. Dua edəndə əvvəl bütün qonum, qonşu, ətrafdakıları dua edərdi. O qədər başqaları üçün dua edərdi. İlk əvvəllər İmam Həsən, İmam Hüseyin salam soruşar ki, ana bəs biz özün üçün deyərdi, əvvəlca sümmətdar. Əvvəl qonşular, qonum, qonşu, sonra özümüz. İndi insanlıq əksəriyyəti əvvəl mən, sonra başqalarına baxaram. Oy, mən toxulum, özgələr ilə nədir ki? Bugün bəşər bu çətinliklərlə, bu sıxıntılarla bilirsiniz niyə rastlaşır? Niyə öz problemlərini həll edə bilmir? Onlar bir yandan Qur'anı doğru düzgün dərk eləmirlər, bir yandan da Əhl-i Beyti, xüsusən İmam Hüseyin Əssalamı, Əbəlfəz ağanı, Aşura hadisəsini anlaya bilmirlər, dərk edə bilmirlər. Bugün bu insanlar ki, bura gəliblər, hərə bir yerdən gəlib, gecənin bir vaxtıdır, rahat, istirahat edəcək vaxtı, gedərsən, oturarsan, telefonun, televizorun qabağında, uşağınla, ailənlə, sən buranı seçmişsən. Məscidi seçmişsən, İmam Hüseyin Əssalam, Əbəlfəz ağanı seçmişsən, İmam Zeynal Əssalamı seçmişsən, bu mövludu seçmişsən, bu sənin mövqeyindir. Deyir, mövqeyi bildir. Burada əyləşənlər öz mövqeylərini bildirlər. O insanlar ki, deyirlər, mən sevirəm, qurban olun və s. və ilaxır, heç bəlkə də bilmirlər, mövludlar açandır, şəhadətlər açandır. Mən həmişə deyirəm, məscid əhli, xüsusən Əhl-i Beyt məclisinə gələn insanlar sayılır, seçilən insanlardır. Allahın dəvəti onların yanında var. Əhl-i Beyt kimlərdir? Yut'imuna ta'ama ala hubbihi miskinən və yetimən və əsirən. Bunlar bir ömür yetim fikirləşdilər. Bir ömür əsirləri fikirləşdilər. Bir ömür miskinləri, ehtiyaclı insanları fikirləşirlər. İmam Zeynal Əssalamın mövludu günləridir. Yazırlar ki, imamın şəhadətindən sonra İmam Muhammed Baqir Əleyhisselam və ətrafdakılar imamı qusul edirdilər. Baxdılar, gördülər ki, çiyinləri qabar-qabardır. İmamdan sual elədilər ki, niyə belədir? Bir imam gecələr də bizim kimi açıq-aşkar yoxub, birinə bir yardım kömək eləsən, kimsə görsün. Gecələr, gizlində, qaranlıqda o ehtiyaclı insanların qaplarını çiyinlərində ərzaq sovqatıdır. Bunların ehtiyaclarını ödəyərdir. Yut'imuna ta'ama. Bunlar oruç tutmuşdular. Mən bir dəfə, yox, neçə dəfə olub sizlər də eşitmişsiniz. İnsanın bir hacəti, istəyi olanda bu məclislər ona görədir ki, öz hacətini, istəyi almadan. İnsan bir nəzir eləyər. Həmişə deyirəm, nəzir elə qoyun kəsməklə, pul verməklə deyil. Bəzən oruç tuta bilərsən, namaz qıla bilərsən, müəyyən zikri neçə dəfə deyə bilərsən, bir Quran surəsini neçə dəfə zikr etmək. Bunlar hamısı əhd-peyman bağlıysan, nəzir edirsən, dinimizdə keçir və çox təkid olunmuş məqamlardan biridir. Gəlirlər Peyğəmbər Rəsul Xudanın yanına, Allah Rəsul buyurur ki, onların sağalması üçün 3 gün oruçdur. Əli Əleyhisselam oruçdur, xanım Zəhra salamlı əleyh oruçdur, İmam Həsən, İmam Hüseyin Əleyhisselam, hətta buyururlar ki, fizzə də onlara qoşulur. İndi biz oruç turuq, iftarımızın vaxtı bir qədər gez gəlir, ya evdəki bir qədər gez verir, o qədər əsəbləşirik, hanım əm yeməyi. Oruç tutmuşsan da Allah üçün. 5 dəqiqə belə, 5 dəqiqə belə gətirib verəcəkdir. Ac qalmayacaqsın. Süfrəni açmışlar, bunların da süfrəsində nə olar? 2 taam olar, 3-cü taam olmaz. Su, çörək. Bismillah eləmək istəyirdilər, qapı döyülür. Qapı döyülür, qapı, baxırlar, görürlər ki, qapını döyən bir miskin. Ümumiyyətlə, miskin o insandır ki, yadınızda saxlayın. Bəzi insanlar deyir, mən ehtiyaclıyam. Miskin, sükunətdə olan insandır. Tərpənmə, hərəkətə, heç bir yerə əli çatmayan insana deyirlər miskin. Əli hər yerdən üzülən insana deyirlər miskin. İnsan bəzən ehtiyaclı ola bilər, amma gedib kiməsə deyə bilər. Amma miskinin daha son ümidi, elə əgər sənin qapıya gəlibsə, sənsən. Qapını bir miskin döyür,
açırlar. Nə məsələdir? Bəzi neçə gündür yeməyə bir çörəyim yoxdur, mənə yeməyə bir şeylər verir. İndi Qur'an-ı Kərimin bu ayələrində öz əksini tapır. Həzrəti Əli əleyhissalam öz payına düşən yeməyi, iftarı, çörəyi verir o miskinə. Xanım Zəhra salamullah aleyhə öz payını verir. İmam Həsən öz payını verir. İmam Hüseyin öz payını verir. Və həmin gün su ilə deyir, oruclarını açırlar. İkinci gün yenə oruç tuturlar, yenə iftar vaxtı gəlir. Otururlar, yenə qapı döyülür. Bu dəfə qapını döyən bir yetim idi. Həzrəti Rəsulullah yetimi bizə o qədər tapşırıb. Hərdən öz dəftər kitabınıza, həyatınıza baxın, görün, axırınız dəfə hansı yetimi sevindirmişsiniz. Bu məclisdə biz təzəkkür elə, fikirləşə, düşünək ki, biz əgər əyimmənin məclisində, imamların məclisində əyləşmişiksə, biz hansı addım atmışıq onun üçün? Peyğəmbər Rəsulullah burada buyurur ki, yetim qiyamətin günü mənimlə baş barmaqlarım bu şəkildir. Mənlə bir yerdə yetimə əl tutan, yetimin başına əl çəkən insan, yetimin qayğısına duran insan qiyamətin günü mənlə bu şəkildə cənnətə, behiştə getməyinə zamindir. İkinci gün qapını döyən yetim olur. Yenə Həzrəti Əli əleyhissalam, xanım Fatimə Zəhra, İmam Həsən əleyhissalam, İmam Hüseyin əleyhissalam öz çörəklərini o yetimə verirlər. Üçüncü gün yenə süfrə açılır, bunlar su ilə oruclarını açırlar. İftar vaxtı yenə qapı döyülür. Bu dəfə qapını döyən bir əsir idi. Əsir deyir ki, neçə gündür yemək yox, içməyim yox, acam, susuzam, mənə yeməyə bir şeylər verir. Həzrəti Əli, xanım Fatimə Zəhra, İmam Həsən, İmam Hüseyin əleyhissalam yeməklərini o əsirə verirlər. Bu əhl-i beyti mömin, insanlıq, siz dəyərlər fikirləşin, dəyərlər, ali dəyərlər, ali dəyərlər. Onun ən bariz nümunəsini biz Əhl-i Beytdə görəcəyik. Burada ayələr çoxdur. İkinci ayədə buyurur ki, İnnəmə nut'imukum livəcillah, la turidu minkum cəzaan və la şükura. Bu yeməyi, bu istəyi Allah rızası üçün, Allah rızası üçün Allaha görə verdilər və bunun da müqabilində nə çox sağ ol istədilər, nə təşəkkür istədilər, nə minnətdarlıq istədilər. Gəlin öz həyatımıza bir baxaq, birinə bir yaxşılıq eləyəndə, əl tutanda, kömək eləyəndə, gözümüz elə yoldadır ki, qulağımız səslədir ki, Hasan mənə bir sağ ol deyəcək, təşəkkür edəcək, minnətdarlıq bildirəcək. Bu insanın ali dərəcə, məqam sahibi olmasının mən indi bir qısa nümunəsini deyim. Alimlər bu ayələr haqqında, İnsan surəsinin əvvəlki ayələri haqqında cil-cil kitablar yazırlar, danışırlar, deyirlər, bitmək bilmir ki, bitmir. Çünki bir dəryadır, bir dərya. Həzrət Rəsulullah bir gün əyləşmişdi, istəyirəm fikrimi tamamlayayım. Yanında səhabələr də vardı. Bir gördü ki, İmam Hüseyin əleyhissalam gəlib daxil olur. Həzrət ayağa durdu, dedi, bəh, ərşin zinəti gəlir. Dedilər ki, Allahın Rəsulü, ərşin zinəti sənsən də. Deyir, İmam Hüseyin əleyhissalam ərşin zinətidir. Ərşidə deyir, bir kəlam yazılır, bir hədis yazılır, bir mübarək söz var. İnnəl Hüseynə misbahul huda və səfinətun nicə. Həqiqətən Hüseyin hidayət çırağıdır və nicat gəmisidir. Çıraqla gəmini qoyub bir yerə. Bir hədisdə nə buyurur? Bir məsəlul əhl-i beyti kəssəfinətin Nuh. Mənim əhl-i beytim Nuhun gəmisi misalındadır. İnsan bir qaranlığa düşər, bir zülmətə düşər. Ona yolu nə görsədər, hansı vasitə görsədər, işıq, nur, bizim dillə deyə bu çıraq. Qur'an nə buyurur? Buyurur ki, zalikəl kitab la raybə fi hudən lil muttəqin. Bu heç şəkki, şübhəsi olmayan hidayət edər kimləri? Müttəqiləri. Hər kəsin ki, qəlbində İmam Hüseyin əleyhissalam məhəbbəti var, bir dara düşər, çətinliyə düşər, zülmətə düşər, İnnəl Hüseynə misbahul huda. Hidayət çırağıdır. Sənə yol göstərər, nur saçar sənin yoluna, işıq saçar sənin yoluna. Bu bir qaranlığa düşmüsən, oradan çıxa bilmirsən. İmam Hüseyin əleyhissalam ora işıq, nur saçar və səfinətun necat. Qərq olursan bir yerdə, bir dəryada, bir suda boğulursan. Deyir ki, İmam Hüseyin əleyhissalam həmən o vaxtı sənin nicat gəmindir,
sənin xilas gəmindir. Biz indi həm o çırağa, o nura gəlmişik hidayət olmaq üçün və həm də o gəmiyə su varma olmaq üçün gəlmişik bura. Bu, oturduğumuz sanki bir gəmidir. Və o gəmi insanlığı xilasa aparan bir gəmidir. Bir hədis deyim, fikrimi tamamlayayım. Həzrət Əli əleyhissalam haqqında bayaq da söhbət oldu. Əli əleyhissalamı ya Əhl-i Beyti bilirsiniz bəzən niyə qəbul edəmirlər? O qədər ədalətlidir. Bəzən bizim hərəkətlərimizdə, davranışlarımızda, danışıqlarımızda müəyyən haqsızlıqlar, ədalətsizliklər olur. Gedirsən, Əli əleyhissalamın məktəbini oxuyursan, İmam Hüseyn əleyhissalamdan oxuyursan, kitablarda bir qədər toxtalıq tapırsan, deyirsən, ola bilər, mən haqlı, ədalətli deyiləm. Nə yaxşı ki, mən o haqlı, ədalət sahibi olan, ədalətin banisi olan Həzrət Əli əleyhissalamın tərəfdarıyım, onun şiəsiyim, onu sevəndirəm. İmam Əli əleyhissalam buyurur ki, and olsun Allaha, əgər bir qarışqa barəsində Allaha asi olmaq müqabilində mənə 7 qat səmaları və bütün qalaktikaları verələr, mən onu, o qarışqanı tükü yağın içindən çıxardan kimi ehtiyatla çıxararam. Lakin Rəbbimə qarşı günahkar olmaram, asi olmaram. Heç vaxt günahkar olmaram, asi olmaram. Bütün dünyanı deyir, oradan verələr, buradan qalaqdan verələr, o tükdən, yeməkdən tükü necə çıxarsan, o qarışqanı deyir, oradan çıxardaram bu şəkildə. Amma Allahıma qarşı mən asi olmaram. Həzrəti Əli, Həzrəti İmam Hüseyn əleyhissalam, xanım Zəhra, İmam Həsən, Əhl-i Beyt, İza kanə ləkə hacətun iləllah fəqul. Bu gün hacətlər qapısıda deyir, əgər sənin Allah üçün bir hacətin varsa, de. Allahümmə inni əsəluka bi haqqi Muhammedin və Aliyin və Aliyin fə innə lahuma şa'nun və məqamun indəkə və bi haqqi hazə şa'nu vəl məqami ən tusalli alə Muhammed və ali Muhammed. Deyir, əgər bir şəxsin bir ehtiyacı olar, bir müşkülü olar, bir sıxıntısı olar, bir hacəti olar, bir diləyi olarsa, bax bu dua ki dedim ki, tərcüməsi budur. Ey Rəbbim, səndən Muhammed və Əli hörmətinə istəyirəm ki, çünki onların sənin yanında böyük məqam və dərəcələri vardır. Mənim bu istəklərimi, istəyimi dilimə gətirirsən, rəva qıl, sonra Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edirsən. Allah mövludumuzu mübarək eyləsin, daha doğrusu mövludlarımızı mübarək eyləsin. Allah Taala bizim ibadətlərimizi, itaətlərimizi, səcdələrimizi İmam Zeynəl Abidin əleyhissalamın səcdəsi kimi, ibadəti kimi qərar versin inşallah. Ağanın qapısına gəlmişik, Allah Taala bu qapıdan bizi əli boş qaytarmasın. Allahdan istəyimiz, arzumuz bu olsun ki, dünyada 14 məsum ziyarətin, qiyamətin günündə şəfaətin bizə nəsib eyləsin. Ehsanat sahiblərinin ehsanlarını qəbul eyləsin. Bizləri də ehsan edənlərdən, əməli salihlərdən qərar versin. Allah sizin bu ziyarətinizi, bu ibadətinizi, bu itaatinizi öz dərgahında qəbul eyləsin. Ağamız, sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil eyləsin. Xəstələrimizə şifayı təcil inayət eyləsin. Müşküllərimizi, çətinliklərimizi, sıxıntılarımızı asan eyləsin. Üzümüzə gələn günləri xeyrə mübəddəl eyləsin. İstəyimiz, arzumuz bu olsun ki, Allah Taala evlərimizə, ailələrimizə, məmləkətimizə, dünyamıza, bəşəriyyətə sülh, əmin-amanlıq, mehribanlıq, bol-bol həlal ruzi nəsib eyləsin. Allah Taala dünyanın və axirətin xoşbəxtlik, saadətin bu cəmə nəsib eyləsin inşallah. Haqqı, ədalətin nuru yer üzərində bərqərar eyləsin. Ağamız, sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil eyləsin. Bu ibadətimizi, bu ziyarətimizi, bu məclisimizi də öz dərgahında ali dərəcədə qəbul eyləsin inşallah. Bütün bu niyyətlərə Muhammed, Ali Muhammedə səlavat edəylər.
Ya Hüseyin can, tevellüdün mübarek. Ya Hüseyin can, tevellüdün mübarek. Ya Hüseyin can, tevellüdün mübarek. Ya Hüseyin can, ya Hüseyin can, tevellüdün mübarek. Ya Hüseyin can, tevellüdün mübarek. Ya Hüseyin can, tevellüdün mübarek. Ya Hüseyin şadlığım cananedir, şem'i ve pervanedir. Biraz gülüp ağlasam deme bu divanedir. İmam Hüseyin adı gələndə icra istəməz, adamın gözləri dolur da. Ağlamaq istəyirsən, Əbəlfəz adı gələndə ağlamaq istəyirsən, özündən asıl olmur da. Deyir, şadlığım cananedir, şem'i ve pervanedir. Biraz gülüp ağlasam deme bu divanedir. Ya Əbəlfəz doğumdun mübarek. Ya Əbəlfəz tevellüdün mübarek. Ya Əbəlfəz tevellüdün mübarek. Ya Əbəlfəz ey aşık Xocəstən, əlin qoy sinən üstdən. Ədəb bilən ağamdan böyük bayramlıq istə. Ya Hüseyin can, tevellüdün mübarek. Ya Hüseyin can, tevellüdün mübarek. Ya Hüseyin can, tevellüdün mübarek. Ya Hüseyin can, eşkündə divanə mənəm, deyərəm şamı sən. Ucadan demədin ha. Eşkündə divanə mənəm, deyərəm şamı sən. Şəm'i və pərvanə mənəm, yanaram şamı sən. Doğum günün mübarektir, adın düşüb dillərə. Sən ağasan məzarı, eylə kərəm bizlərə. Dərdə dəva qəlbə səfa, güzel ağa, güzel ağa, derde deva. Əbi Abdillah, Qalbə səfa, Əbi Abdillah, güzel ağa. Eşkündə Hüseyin ruhi rəvanim sənin olsun. Eşkündə Hüseyin ruhi rəvanim sənin olsun. Eşk alemidir cismi də canim sənin olsun. Eşk alemidir cismi də canim sənin olsun. Mevla Eşrif şanım senin olsun. ömrün ne kadar vardı Hüseyin can diye.
deyib Peyğəmbər zamanında. Allahümma. Allah razı olsun. İnşallah əzizimiz, dəyərli üstadımız Seyyid Fərruh qardaşımıza inşallah söz veririk. Təbrik üçün Allah bizi odun bir bəla eləsin. Allah var eləsin. Allah köməyiniz olsun. Bayramınız mübarək olsun inşallah. İmam Zaman Ağa, İmam Hüseyn əleyhissalam, İmam Səccad, Həzrət Əbəlfəzl Abbas Ağa mübarək pak ruhlarını yad edək, salavat zikri də inşallah. Allahümmə salli əla Muhammed. Gözəl, nurani çıxışlar oldu, təbriklər deyildi. Bacardığımız qədər siz də yorğunsuz qısa eləyək. İmam Hüseyn əleyhissalam bir şəxsdir ki, Həzrəti Peyğəmbərin sevimli bir bəndəsi idi, sevimli bir nəvəsi idi. İmam Həsən və İmam Hüseyni cənnət ağaları adlandırırdı. O qədər sevirdi ki, hətta bütün yerlərdə keçib, sizlər də dəfələrlə eşitmişsiniz, Peyğəmbər namaz qılanda, səcdəyə gedəndə İmam Hüseyn kiçik yaşlı idi, gələrdi, yəni ki, çiynində oturardı, oynayardı və İmam Hüseyn narahat olmasın deyə səcdəsini uzadardı. Səcdəsini uzadardı. Ta İmam Hüseyn özü düşərdi, səcdədən qalxardı. Hətta bir dəfə oldu, namaza başladı, iqamə, təkbiratul ehram ki, deyib Allahu Ekber namaza girəcəkdi. İmam Hüseyn də kiçik yaşlı yanında qalıb, təkbiratul ehramı o da dedi, amma uşağıdır, biraz pəltək dedi. Peyğəmbərimiz düz desin deyə bir dəfə də təkbiratul ehramı dedi, Allahu Ekber. Ta 7-cidə İmam Hüseyn cəddi kimi düzgün dedi. Allahu Ekber namazı başlandı. Cəbrail mələk nazil oldu. Ya Peyğəmbər, bu uşağa xatir Allah Taala iqamədə təkbiratul ehram ki var, müstəhəb etdi ki, namaza başlamamış 7 dəfə Allahu Ekber deyəsən, sonra namaza girəsən, müstəhəb idi. Bu İmam Hüseynə xatir oldu. Yəni İmam Hüseyn əleyhissalamın belə bir məqamı vardı. Həzrət Əbəlfəzl Abbas ağanın da mövlududur, geniş mövzulardır, fəzilətlər sahibi, Babəl Həvaic, hacətlər qapısı, hacətlər qapısının mövlududur. O qədər gözəl, böyük əxlaq sahibi idi ki, İmam Hüseyn əleyhissalamın yanında heç onun bir söhbəti, yəni ki, ondan bir hədis görsən ki, bizə gəlib çıxmır. Bir dəfə İmam Hüseyn əleyhissalam ona icazə verdi, çıxış etsin. O da haradaydı? Məkkəni tərk edib Kərbalaya tərəf getmək istəyirdi. İmam Hüseynə suiqəst hazırladılar ki, istədilər İmam Hüseyni şəhid etsinlər Məkkədə. Bu zaman İmam Hüseyn Əbəlfəzl Abbas ağaya icazə verdi ki, sən çıxış et. Həzrət Əbəlfəzl Abbas ağa da çıxır Kəbənin üstünə, Kəbə evinin üstünə. Kəbə evinin üstünə hər kim çıxmır. Tarixdə çox az adamlar çıxıb. Həzrəti Əli çıxıb, o bütləri sındırmaq üçün Kəbəyə çıxıb, Kəbənin üstünə çıxdı. Bilal Həbəşi çıxdı azan vermək üçün. Şeyx Şamil çıxıb tarixdə, onu o çar vaxtı döyüşdü, ifade elədi. Axırda tutdular onu, dedilər ki, sən tərk et. Bu vilayəti tərk et, sən heç bir şey elə bilir, amma bir daha bura geri dönmür. O da üz tutdu Məkkəyə, yaşlanmışdı. İstəyirdilər indi Şeyx Şamili görsünlər, bütün ərəb vilayəti eşitmişdi. Belə bir şəxs var, Çar Rusiyasına qarşı döyüşüb, belə bir müsəlman cəngavər. Onu görmək üçün izin verdilər ki, Kəbənin üstünə çıxdı, hamı baxsın, bu kimdir? Bir görürsünlər, Şeyx Şamil. Bir də Əbəlfəzl Abbas ağa çıxır Kəbənin üstünə və Kəbənin üstündə gözəl bir nitq söyləyir. Gözəl fəzilətli nitqdə belə bir söz deyir ki, əgər ağam Hüseyn icazə versə, bax qeyrətə bax, icazə versə, sizin ki burada məkirli planlarınız var, qartal kimi şığıyaram, sərçə kimi başınızı bədəninizdən üzərəm. Ha, deyir, Hüseyni öldürmək istəyirsiniz, bir dənə yolu var. Bir dənə yolu var, yolu da göstərir. O yol da mənəm. Gərək birinci məni öldürəsiniz, şəhid edəsiniz, sonra keçəsiniz
qardaşıma, ağama. Və bu cür qeyrət təcəssüməsi idi Həzrət Əbəlfəz Abbas ağa və bu gün həmən mövludlardan biri də Kərbəla şahidlərindən olan İmam Səccad əleyhissalam, Əli ibn Hüseyndir. İmam Hüseyn əleyhissalamın 3 oğlu vardı. Əli Əkbər, Əli Əsxər, ikisi Kərbalada şəhid oldu. Əli Övsət, ortancıl Əli. İbn Ziyad Allah lənət eləsin. O zaman Küfədə dedi ki, bəs bu kimdir? Dedilər ki, bu Əli Övsətdir. Dedi, bəs İmam Hüseynin Əli adında oğlu vardı. Allah onu öldürmədi. Bax, nə deyir? Allah onu öldürmədi. Həmən Əli Övsət, yəni İmam Səccad deyir ki, onu siz şəhid etdiniz. İmamın qardaşlarımı siz şəhid etdiniz. Amma Allah izin vermədi mən döyüşüm. İstədi döyüşdün, 2 dəfə cəhd elədi, qalxsın, amma qızdırma, taqət Allah Teala istədi ki, qorunsun və imamlıq nəsli kəsilməsin, davam etdirilsin deyə o cür imam nəsli bunun sayəsində yəni ki, gedir. O qədər ən çətinlik dövr, çox çətinlik dövrü çəkən imamlardan biri olur. Ümumiyyətlə, imamların içində ən çox çətinlik çəkən, əziyyət çəkən İmam Zeynəl Abidindir. Necə? Elə əsirlər karvanı 22 gün əsirlər Küfəyə, oradan Şama 22 gün çəkir. Boynunda zəncir, ayaqlarında zəncir. Böyük bir dərddir. Bundan sonra Mədinəyə qayıdandan sonra ona qadağan edirlər minbərdə danışmağı, söz kəlam danışmağı, mədrəsə açmağı, təbliğat etməyi, hər bir şey qadağan edirlər, hər bir şeyi. Amma İmam Səccad əleyhissalam bu cür vəziyyətdə nə edir? Başlayır dualar etməyə. Başlayır, qəşəng şirin səsi vardı. Quran-ı Kərimdən tilavət edərdi. Ali Muhammedin Zəburu deyərdilər onun dualarına. Və onun dualarını bugün yığıblar Səhifə-i Səccadiyyə. Səhifə-i Səccadiyyə dualar toplusudur, tərcümə də olunub, oxuyasınız. Yəni İmam Səccad əleyhissalamın gözəl dualar ilə təbliğatıdır. Gözəl kəlamlar, fəsahətli, bəlağətli kəlamlar var. İmam Səccad əleyhissalam Kərbəla şəhadətindən sonra 37 il yaşadı və ona imkan vermirdilər ki, İslamı təbliğ etsin. Buna baxmayaraq nə edərdi? Əlində olan imkandan gedərdi, bazarda qul alardı, quldarlıq dövrü idi. Qul alardı, onu yetişdirərdi, daha ağa qul, nökər kimi yox ha. O qula yetişdirərdi İslami əxlaq ilə, əhl-i beyt məhəbbəti ilə yetişdirərdi, ondan sonra onu azad edərdi. İmam Zeynəl Abidinin tarixdə qeyd olunur ki, haradasa 400-dən çox belə qul alıb yetişdirdikləri var. Məsəl üçün, onlardan biri məşhur Əbu Həmzə Somali. Əbu Həmzə Somali duası da var, mübarək Ramazan ayında oxunmaq fəzilətdir. Yəni, İmam Zeynəl Abidinin böyük məqam sahibi olub, ən böyük ləqəmi Zeynəl Abidin, abidlərin, ibadət edənlərin zinəti, Səccad, Seyyidul Səccad, səcdə edənlərin ağası, səcdə edənlərin ağası. Buna baxmayaraq, İmam Zeynəl Abidin bir gün oğlu İmam Muhammed Baqirə deyir ki, babamın kitabı, yəni Əlinin kitabını gətirin ki, Həzrəti Əlinin yazdığı kitab olub ki, indi bizim əlimizdə yoxdur. O kitabı gətirir, deyir ki, İmam Muhammed Baqir deyir ki, gördüm atam gecədən sübhə qədər səcdə etdi, səcdədə qaldı, dualar etdi, münacat edirdi, sonra kitabı gətirdi. Dedi ki, yenə də mən babam Əlinin səcdələrinə, ibadətlərinə çata bilmədi. Və deyirdi ki, baxmayaraq ona deyirdilər Səccad, deyirdi ki, mən babam Əlidən çox səcdə etməmişəm. Yəni Zeynəl Abidin o da təvazökarlığı bu idi. Onun qohumlarından birinin çorudur, gözü görmürdü. İmam Zeynəl Abidin gedərdi, ona çörək verərdi, yemək verərdi, onun xidmət edərdi, amma deməzdi mənəm, gözü görmürdü. Bir gün İmam Zeynəl Abidin ki, səhərlənir, 3 gün yataqda yatır, həmən o kör qohumun yanına gələn olmur. Bu da başlayır ki, bəs bir ərəb vardı,
gələrdi mənə kömək edərdi, yemək gətirərdi hər gün, o yoxdur. Ona dedilər ki, ay filan kəs, o ərəb dediyin sənin qohumun İmam Zeynəl Abidin idi. Başladı ağlamağa ki, vay olsun mənə. Həmən ərəb gələrdi, məni aparın onun yanına. Həmən ərəb gələrdi, mən elə bilirdim başqa bir şəxsdir. Və deyərdim ki, mənim qohumum var İmam Zeynəl Abidin. Deyirdim ki, Allah onun ömründən kəsib sən ərəbə versin. O mənə heç gəlib qapımı açmayıb. Baxmayaraq ki, o həmən özü imamdır, amma dillənmirdi ki, mənəm. Böyük əxlaqa bax. Bu cür böyük əxlaq təcəssüməsi olub İmam Zeynəl Abidin. Və bir gündə deyir, oturmuşdu məsciddə, oturmuşdu, səhabələri ilə danışırdı. Bir nəfər gəldi, imamı təhqir etdi. Təhqir etdi, istədilər qalxsınlar, cavab versinlər, imam razılaşmadı. O gedəndən sonra imam qalxdı ayağa, dedi ki, mən gedirəm, onun cavabını görün necə verərəm. Bir nəfər deyir ki, fikirləşdim ki, imam artıq başlayacaq onu ya qılıncdan keçirdəcək, biz də görəcək, nətər olacaq. Deyir, imam yol gedə-gedə başlayırdı Quran-ı Kərimin bu ayəsini tilavət etməyə. Vəl-qaziminəl-qayz vəl-afinə ənin-nas, qəzəblərini boğarlar, insanları bağışlayarlar. Bu ayəni tilavət edirdi. Deyir, başa düşdüm ki, imam bunu əfv edəcək. Gəldi, qapısını döydü. Dedi, kim lazımdır? Dedi, ev sahibinə de, bəs mən gəlmişəm. Ev sahibi də gedir, həmən ev sahibinə daha nökər, daha doğrusu gedib deyir. Bu da əl atır qılınca, hazır vəziyyətdəki indi gəlib mənə cavab verməyə. Mən də qılıncdan tez keçirdərəm. Düşən kimi İmam Zeynəl Abidin başlayır, deyir ki, ay qardaşım, sən bu cür məni təhqir etdin, tənqid etdin. Əgər mənim günahım varsa, Allah məni bağışlasın. Yox, əgər sənin dediklərin səhvdirsə, Allah sənin günahlarını bağışlasın. Bu gözəl əxlaq bunu əridir. Buz necə əriyir, bu da başladı əriməyə, başladı ağlamağa. İmamın üzündən öpdü ki, və səhv məndədir. Sən məni bağışla ki, mən bilmədim, bu cür əxlaqsızlıq etdim. Yəni, İmam Zeynəl Abidin gözəl əxlaqı ilə, gözəl kəlamları ilə İslamiyyəti həmişə təbliğ edib, bayramınız mübarək olsun. Allah Teala bu dünyada bu həzrətlərin, ziyarətlərin, ahirətdə də şəfaətlərin bizlərə nəsib etsin inşallah. Cismüdə canım Ali'dir Ali, tabu tabanım Ali'dir Ali, gözdeki nurum Ali'dir Ali, hem de gururum Ali'dir Ali. Hamı desin. Mevla, Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali. Can Ali, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali. Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali. Aleme server Ali'dir Ali, Dilbe kurban, İslam'a rehber Ali'dir Ali, Şebi-i meşer Ali'dir Ali, Zavde-i Kevser Ali'dir Ali, Mevla Mevla Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Can Ali, Ali Ali Mevla, Ali Ali Mevla. Ali Ali Mevla, Hamı demir Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali. Göyler oradasın. Göyler nura gərq oldu, yerler sevinclə doldu. Sen dünyaya gelende ya Mevla, ya Mevla, Ya Mevla, Ya Mevla, ya Mevla, ya Mevla. Günler astı çəməndə, Nergiz gül yasememde, sen dünyaya gelemde. Ya Mevla, Ya Mevla, ya Mevla, ya Mevla, Ya Mevla, ya Mevla,
Ya Mevla, Ya Mevla. Dünya bir yana, Hüseyin bir yana, dünya bir yana, Hüseyin bir yana. Yere sermerem, iki dünyanı verseler seni vermerem. Gülü dermerem, Mevla. yere sermerem. İki cihanı verseler seni vermerem. Hazırsan. Dünya bir yana, Hüseyin bir yana, dünya bir yana, Hüseyin bir yana, dünya bir yana. İslam senin sesini eşidim. Hüseyin bir yana. bir yana. Dilberim sensen, serverim sensen. Ben nökerem sana Mevla, rehberim sensen. Dilberim sensen, serverim sensen. Biz nökeri sana Mevla, rehberimiz sensen. Dünya bir yana, Hüseyin bir yana, Dünya bir yana, Hüseyin bir yana. De dilve kurban. dünya bir yana, Hüseyin Bir yana, dünya bir yana, Hüseyin bir yana. Dünyada her güzelden gözele bas, Heydər tək cəngidə bir bədələ bas. Dünyada hər gözəldən gözələ bas, Heydər tək cəngidə bir bədələ bas. De görüm. Əbəlfəz, ya Bəlfəz, ya Bəlfəz, Əbəlfəz, ya Bəlfəz, ya Bəlfəz. Denən. Əbəlfəz, ya Bəlfəz, ya Bəlfəz. Əbəlfəz, ya Bəlfəz, ya Bəlfəz. Sərvi qamətli cavanlar sənə qurbandı Əbəlfəz. Adın hər yerdə çəkilsə ora rizvandı Əbəlfəz. Sərvi qamətli cavanlar sənə qurbandı Əbəlfəz. Adın hər yerdə çəkilsə ora rizvandı Əbəlfəz. Dünyada hər gözəldən gözələ bas, Heydər tək cəngidə bir bədələ bas. Dünyada hər gözəldən gözələ bas, Heydər tək cəngidə bir bədələ bas. Səs eşidim. Əbəlfəz, ya Bəlfəz, Ya Bəlfəz, Əbəlfəz, ya Bəlfəz. Əbəlfəz, ya Bəlfəz. La ilahə illallah deyən dillər var olsun. La ilahə illallah deyən dillər var olsun. Yeryüzündə ilahi Kur'an payidar olsun. Yeryüzündə ilahi Kur'an payidar olsun. Niyyətimiz Allah'a bellidir bu dünyada. Niyyetimiz Allah'a bellidir bu dünyada. Her tarafta her yerde insan bəxtiyar olsun. Her tarafta her yerde mümin bəxtiyar olsun. La ilahe illallah deyən dillər var olsun. La ilahe illallah deyən dillər var olsun. Yeryüzündə ilahi Kur'an payidar olsun. Yeryüzündə ilahi Kur'an payidar olsun. Yeryüzündə ilahi Kur'an payidar olsun.